Uyğunluğu müəyyən edən Ağqoyunlu dövləti qalib gəldi Osmanlılara, Səfəvilərə. Burada Ağqoyunlu dövlətinin əvvəlcə siz yaranmasını 1468-ci il olaraq qeyd eləməlisiniz. Çünki burada bəzi hadisələr 1468-dən öncəyə aid olacaq. Otluqbeli döyüşü 1473-cü il olsa da, bu döyüşdə Ağqoyunlular qalib gəlməmişdir. Yəni A variantının üstündən xətt çəkirik. Qoyunhisar döyüşündə Ağqoyunlular qalib gəlsə də, 1461-ci ildə hələ Ağqoyunlu dövləti yaranmamışdı. Ona görə bu cavabı da çıxırıq. Samur çayı yaxınlığındakı döyüş də 1460-cı ilə aiddir. Bu ümumən Ağqoyunluların tarixi ilə bağlı deyil, burada Qaraqoyunluların tarixi ilə bağlıdır. Ona görə bunu da çıxırıq. Malatya döyüşü 1473-dür və həqiqətən də Ağqoyunlu dövləti bu döyüşdə qalib gəlmişdir Osmanlılara. 1-ə Şəməsi döyüşü 1494-dür və həqiqətən Ağqoyunlular Səfəvilərə bu döyüşdə qalib gəlmişdir. Düzgün cavab 1-ə, 2-yə, Y.